qərar verdi Məkkədən çıxsın, gəlir qısa bir hicrətə. Taif Məkkə yaxınlığında olan bir şəhərdir. Yazırlar ki, tarixdə Həzrət Əli bir də Zeydlə bir yerdə gedir Taif. Bu müxtəlif fikirlər var bu barədə, amma bu adları da keçir tarixdə. Gəlir ora, Taifə və qəbilə başlarıyla danışır ki, İslamı qəbul edin. Deyirlər ki, nəinki qəbul etmir, tez çıx şəhərdən, get bizim cavanlarımızın beynini zəhərləmə, gənclərimizi düz yoldan azdırma. Və Peyğəmbər də onlara sözlə əleyhinə olaraq gedib başlayır təbliğ eləməyə. Görürlər ki, Peyğəmbər təbliğə başlayıb, daş verirlər insanların əlinə, gedin onu daşlayın. Daşlayırlar, təhqir edirlər Peyğəmbəri, alnını, dişini sındırırlar və demək olar şəhərdən qovurlar Peyğəmbəri, çıxardırlar və çox ağır vəziyyətdə oradan çıxır. Bir qulam yazırlar ki, müsəlman oldu. Mənim bu sözləri deməkdə məqsədim budur ki, yəni Peyğəmbərin çəkdiyi əziyyətlərə diqqət yönəldəsiniz. Haçansa işiniz alınmayanda, nəticə verməyəndə, bax bu hadisələri yadınıza salın. Ümumiyyətlə, bizim dinimizdə heç zaman nəticə üçün iş görülmür. Nəticə hesablanır, amma nəticə üçün iş görülmür. Din işi görən insan zahirən nəticəsiz qalsa da işi heç vaxt məyus olmamalıdır. Peyğəmbər bu qədər çətinliyə baxmayaraq bir dəfə sarsılmadı. Çünki hədəfinə imanı çox idi, çox inanırdı və dinə xidmət edən insanlar bunu nəzərdə tutmalıdır. Dinə xidmət etməyə başladınmı, mütləq dil yarası vuracaqlar, mütləq nəsə danışacaqlar, böhtan atacaqlar, mütləq nəsə olmalıdır. Və burada çox dəymə düşər adamların yeri deyil. Bu meydan elə adamların meydanıdır ki, o məsələləri göz önünə qoyurlar və bunu qəbul edə bilirlər. Yəni Peyğəmbər də istisna deyildi. Hər tərəfdən Allah onu imtahan edirdi və Peyğəmbər sarsılmırdı. Nələr deyirdilər, nə təhqirlər edirdilər. Hərdən adam da oradan da din yolunda təhqir edəndə bizi fikirləşməliyik ki, nəsə Allah bir minnət qoyub ki, Peyğəmbərin çəkdiyi əziyyətdən milyonda birini mən də bugün o əziyyətlərdən çəkə bilirəmsə əgər. Doğrudan da yəni bu din yolunda xidmətin zəruri məsələləridir. O yolda mütləq çətinliklər olur, sıxıntılar olur və iş yağ kimi gedirsə orada nəsə problem var. Mütləq bu işin bir keşməkeşlikli tərəfləri var, ağır, çətin əzab, əziyyətlər var və Peyğəmbər də bu əziyyətləri çəkdi və görün nə dedi? Dedi, ma uziyə əhədun mislu ma uzid. Heç kəs dünyada mənim qədər əziyyət çəkməyib. Başqa yerdə deyir ki, heç bir Peyğəmbər mənim qədər əziyyət olunmayıb. Yəni, bu zülümlər ki, Peyğəmbərə gəldi, onun nəticəsində Peyğəmbərin ürəyi o qədər narahat olurdu ki, bu sözlərdən. Onun qəlbinin narahatçılığı, belə deyək də, zahirdə belə təzahür olundu ki, bəla nazil oldu Məkkəyə. Qəhətlik, qıtlıq, quraqlıq gəldi və bir həddə çatdılar ki, meyitləri yerini torpaqdan qazıb meyit əti yeyirdilər, it yeyirdilər, üzr istəyirəm. Analar uşaqlarını yeyirdilər və belə bir vəziyyətə gəlib çatdılar. Əbu Süfyan gəldi Peyğəmbərə dedi ki, sən Allah'a dua elə bizi bu vəziyyətdən çıxartsın da görsən nə vəziyyətdir. Peyğəmbər dua elədi, yağış yağdı, vəziyyət dəyişdi. Sonra yenə də başladılar işgəncə eləməyə Peyğəmbəri. O dua öz yerində, bu məsələlər öz yerində, amma bizim davamız da öz yerində və ondan sonra da artıq öldürmək qərarına gəldilər. Əbu Talib də yoxdur, himayə edən də yoxdur. Peyğəmbər belə bir çətin vəziyyətdə olduğu zaman Allah qapı açdı, Mədinə qapısı açıldı Peyğəmbərin üzünə və Peyğəmbər Mədinədən dəvət aldı və Mədinəyə hicrət eləməyə qərar verdi və gələn dərslərdə inşallah yəqin ki, Allah qismət eləsə hicrət haqqında artıq danışmağa başlayarıq. Mən fikirləşirəm ki, bugün bu müqəddimə qalan hadisələrin də bir neçəsinə toxunmaq yəni kifayət eləyər ki, sonradan artıq Mədinə dövrünün təhlilinə başlayaq. Allah qismət eləsə gələn dərsdən o barədə danışarıq. Çox sağ olun.